Əvvəla salam aleykum Rızıdı İmişli izləyiciləri. Bu günlərim YouTube'da 3-cü videomuzda paylaşıram bununla birlikdə. Çoxdan da YouTube hesabıma video atmıram. İstədim bir ilə bir video atım, yoxlayım görüm aktivlik necədir orada. Deməli bugünkü videomuzun mövzusu nömrəni necə faranın yerinə qoymaq olur. Onu göstərəcəm. Əvvəla dostlar, abisovkanı çıxardırıq. Bunun üçün gəlirsiniz. Səhv eləmirəmsə. Buraya qırıla basırsınız, belə deyim. Buradan X-ə basırıq və abisovka çıxır. Abisovkanı çıxartdıqdan sonra nömrəni hansı tərəfə qoyasınızsa, yəni ya sağ tərəfə ya sol tərəfə, bu sizin öz istəyinizdən asılıdır. Deməli gəlib faranı çıxardırıq, yəni nömrəni qoyacağınız faranı çıxardırıq. Mən burada var idi, baxın belə görsəniz. Mən buradan çıxarmışam faranı ki, nömrəni qoyduqda nömrə tam səlis görsənsin. Belə. Ondan sonra keçirik nömrəni yerləşdirməyə. Sonra gəlirik nömrə yerinə. Buradan front seçirsiniz, yəni qarşı tərəfin nömrəsi. Buradan bu nömrəni indi mən ləğv edirəm sizə sıfırdan göstərmək üçün. Normal olaraq burada olur. Yəni məndə bufer yoxdur deyə göstərə bilmirəm. Sonra nömrəni bax belə tərpədərək istədiyiniz bax bura məsələn qoyursunuz. Yəni aşağı qoyursunuzmu, yoxsa ortaya qoyursunuz, ya gətirib faransına qoyursunuz. Bu sizin öz istəyinizdən asılıdır. Siz bura qoya bilərsiniz, qəşəng göstərmək üçün bura qoyub biraz yuxarı qaldırmaq olar, məsələn geri eləmək olar ki, videolar zət çəkəndə pis görsənməsin. Amma məncə ən qəşəng yer belədir. Və beləliklə dostlar, göstərdiyim nömrəni necə ora qoyurlar. Elə də çətin deyil. Yenə əgər bir sualınız olarsa, nəsə bir istəyiniz olarsa yorumlarda yazaraq bildirə bilərsiniz. Sağ olun.